Katolikos Patriarx II İlyanın vəfatı ilə əlaqədar Gürcüstanda matəm günləri elan edilib. Millətin mənəvi liderinin dəfn mərasiminin təşkili ilə bağlı qərar Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun iclasında qəbul edilib. İkinci İlya 93 yaşında vəfat etdi. Taxt taca çıxdığı gündən bəri 49 illik fəaliyyəti ərzində özünü Gürcü millətinin mənəvi dirçəlişinə və kilsənin qurulmasına həsr etdi. Gün ərzində patriarxatda ruhanilər, kilsə üzvləri və media nümayəndələri də daxil olmaqla çoxlu izdiham var idi. Patriarxatdan Müqəddəs Üçlük katedralına qədər vətəndaş yürüşü də keçirildi. Patriarx bazar günü Sioni katedralında dəfn olunacaq. Sinodun iclasında nə qərar verdilər? Bazar günü Sioni Katedral Kilsəsində dəfn olunacaq. O böyük insandır. Patriarx 77-ci ildən bəri rəhbərlik edir. Bu müddət ərzində ölkəmizdə kilsə və monastırların sayının artmasında, möminlərin çoxalmasında böyük əməyi var. Biz əminik ki, o səmada, Tanrının yanında olacaq. Oradan çox sevdiyi millətinə, ölkəsinə, vətənimizə kömək edəcək. Bütün xristianların başı sağ olsun, patriarxı sevən hər kəsin başı sağ olsun. Söz deməkdə çətinlik çəkirəm. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah bizə sülh və səbr versin. Allah onun istədiyi kimi həyatımıza davam etmə imkanı versin.